Əkmək üçün cücərdəcəm. Bunu özüm almamışam. Özüm alsam, geçsəm daha yaxşı olardı. Oğlum aldırmışam. Buradan bir şey sizə başa salım ki, kartof alanda çalışın ki, bax, kartofun belə gözləri olsun. Göz yerləri olsun. Beləncik çox sığallı. Bax, belə olan kartoflar bitmir, cücərli. Bunun bir dənə düzəməlli gözü yoxdur. Məsəl üçün, varsa bir dənə buradandır. Yəni ki, buradan sizi başa salıram ki, gedib kartof aldığınız yerdən seçəndə kartofun gözdülərini alın. Gözsüz belə sığallı kartof alın. Seçin. 5-3 qəpik də artıq verin satana. Deyin ki, toxum üçün alıram da, onun gözü olsun. Məsəl üçün, belə kəsik küsük kartof almayın. Bu bitər, inşallah bitər. Mən oğlumu aldırmışam, oğlum bacarmır bazarda. Bu yaxşıdır, bax gözləri var, görürsünüz. Bax, belə kartof alın. Mən indi bunu, yeşigini belə hazırlamışam. Keçər mən əski sərmişdim bunun içinə, nəm su götürən əski. Bunu belə kartofları qəşəng düzəcəm bunun içinə, beləncik. Belə düzəcəm, yanaşı, beləncik. Düzüb başa çıxacam. Çıxandan sonra bu sprey şüşəsini görürsünüzmü? Onu belə sulayacam. İndi eləyib hazır olandan sonra sulayacam. Həm altdakı əski ya, məsəl üçün, mən indi kağız sərmişəm, salfetka sərmişəm. Mətbəxdə işlətdiyiniz kağızdan da sərə bilərsiniz ki, nəm qalsın. Altına da kulyok sərmişəm, yeşigin ki, üstü saxlasın. Bunun üstünü elə yığacam, alta yığacam, sonra da arasına kağız qoyub, yenə üstünə yığıb, üstünü bükəcəm. Kulyokla elə bükəcəm, sonra da üstünə bir qalın əski atacam, qoyacam, qaspiç var bizdə. Ona yaxın keçən elə düzəltmişdim. Keçən 15 kilo kartofdan 80 kilo kartof götürdüm mən. Bəlkə də heç kəs inanmaz, amma özüm hər dəfə çıxartdıqca çəkirdim. İndi də hal-hazırda o vaxt laf balaca belə fındıq boyda, yerdə qoyduğum kartofları yeri qazdıqca bu il bir 5-6 kilo bəlkə də yalan olmasın, təzə kartof çıxartdım. Hal-hazırda indi də yerdə var. Bilirəm, məsəl üçün, hansı toçqadalarımdır. Çıxardıram, evdə balaca körpə nəvəm var, ona pişiririk, yedizdiririk. Bax, bilməyənlər bu qaydada eləsinlər.